Gecə-gecə dedik gedək 57 bazarına. Əsas da burada kimyəvi məhsullar üçün belə bir mağaza var. Bu duş geli mağazalarda 6 manat falandır. Amma burada 3 manat 80 qəpikdir. O gün alış-veriş eləmişdim bu mağazadan. Çox bəyənmişdim. Ona görə gedərkən də dedim belə bir çəkiliş eləyim. Məlumatı olmayanların məlumatı olsun ki, 57 bazarının girəcəyində belə bir kimyəvi mağaza açılıb. Bəlkə də çoxdan açılıb, mən bilmirəm. Amma mən təzə bilmişəm. Bu mağazada hər şey çox ucuzdur. Yəni marketlərdən qat-qat ucuzdur deyərdim. Bu qab maçalkalarını çox bəyəndim, almışdım. Həm iridir, həm də çox yaxşıdır, keyfiyyətlidir. Hər şeydən biraz çəkmişəm ki, paylaşım. Baxasız. Əslində videonu çox çəkmişəm. Biraz hələ qısaltmışam, amma yenə də uzun çıxıbdır. Bu lambuşkalardan da keçən dəfə almışdım. Tam dəqiq bilmədim hansından idi, amma çox qəşəng evə işıq verir. Çox xoşuma gəldi, qiyməti də çox uyğundur. Belə zibil qabı üçün paketlər var. Ondan da almışdım. Elə bilirəm 50 qəpik aldım onları. Pingvin aldım 50 qəpik. Yəni bir sözlə hər şeyin qiyməti çox uyğundur. Yenə deyirəm, tam mağazanın hər bir şeyini çəkə bilmədim. Bəzi videoları da biraz qısaltmışam. Belə baforilər var. Rəngarəng, iyləri də çox qəşəngdir. Belə qabda olan dənərcikləri də var. Limonlu ilə mavi rəngin iyini daha çox bəyəndim. Bu da diş şotkularıdır və marketlərdən qat-qat ucuzdur. Bu qədər bəsdir məncə. Şaftalı, şələli, hamısından biraz çəkmişəm.